Mənim əzizlərim, salam. Eman mətbəxinə xoş gəlmisiniz. Bugünkü videoda çox dadlı, ləzzətli, bol vitaminli vinigret hazırladım. Bu salatı hazırlayanda mütləq şərtidir ki, kələm ağ kələm olsun, qırmızı kələm yox. Xiyar da şərtidir ki, duzlu olmalıdır. Sirkəli xiyar yox. Lobyanı isladıram, düz 6 saat qalır. Tərəvəzləri də yuyub bişirirəm. Lobyanı bişirmişəm, hazırdır. Tərəvəzlər axşamdan bişib və bu vacib bir məqamdır. Tərəvəzlər bir gün öncədən bişəndə təmiz yığılırlar, soyulurlar və tərəvəzin tərkibindəki nişasta da bərkiyir. Hazırladığımız salat heç vaxt sulanmır. Ümumiyyətlə, salatlar üçün tərəvəzi bişirəndə bu qaydadır, texnologiya ilə. Bir gün irəlidən bişib, mütləq təmiz soymalıdır. Təmiz soyuyan tərəvəz həm rahat təmizlənir, həm də rahat bu cürünə doğranılır. Həm də hazır salat bir gün qalandan sonra su buraxmır. Baxın, görün necə rahat doğranır. Vinigret üçün doğranan tərəvəzlər lobyanın ölçüsündə olmalıdır. Çox faydalı salatdır, xeyirli, bol vitaminli və ən maraqlı məqam odur ki, bu salat həqiqətən də niyəsə sırf qış sezonunda daha çox hazırlanır. Bu salatın xiyarı niyə duzlu olmalıdır? Sirkəyə qoyulmuş yox. Onda vinigret tez xarab olmur. Fikir verin, kartofla lobya eyni ölçüdə. Qalan tərəvəzlərdə eynən bir qaydada doğranılır. Doğranmağı hamı bir cür doğrayır. Mənə bu cür rahatdır. Yəni illərlə mən bu cür doğrayıram. Ona görə də sizə bu cürünü də göstərirəm. Görürsünüz ki, kök də lobya ilə eyni ölçüdədir. Tərəvəzlərin çəksi ekranda da yazılır. Dəqiq ölçüləri istər ədədlə, istər qramla videonun altında var. Videonun əvvəlində vurğuladım ki, hər bir tərəvəzin tərkibində öz nişastası var. Bəli, onun üçün də bir daha təkrar edirəm ki, salatın fərqi olmadan hansı bir salatı hazırlayırsınızsa, tərəvəzi bişirin. Yəni, baxmayaraq ki, bu kökdür, bu çoğundurdur. Biz öyrənmişik ki, nişasta olur, ancaq kartofda yox. Mənim əzizlərim, nişasta hətta bu tərəvəzlərdə də olur. Baxın, görün, çox rahat doğranır. Amma isti olsa, yığılmasa, siz doğrayanda özünüz də görəcəksiniz ki, tərəvəzdən xeyli su çıxır. Və yenə də doğradığım çoğunduru lobya ilə tutuşdururam ki, eyni ölçüdədir və doğramağı davam edirəm. Bugünkü vinigreti mən bitki yağı ilə hazırlayacağam. Amma vinigreti hazırlayanda məsləhət görərdim ki, vinigretdən az da olsa bir hissə götürüb, onu mayonezlə qatın və siz görəcəksiniz ki, daha da möhtəşəm bir dadı var. Artıq mən keçirəm duzlu xiyarın doğramağına. Yenə də vurğulayıram, olsun vinigret, olsun paytaxt salatı, ümumiyyətlə salatlarda çalışın duzlu xiyardan istifadə edin. Tərkibində turşusu olan yox. Əks halda hazırladığınız salatlar qıcıqıracaq və su buraxacaq. Xiyarı doğrayıb qutarandan sonra mütləqi halda bax belə mətbəx kağızında onu suyun bax belə xudmanı sıxıram. Bu da bir növ salatın sulu olmağın qarşısını alır. Sıra gəldi kələmə.
Yəni el arasında biz buna malakan kələmi deyirik. Vinigretin əsas kələmi bu olmalıdır. Və kələmlər belə uzundur deyə mən ümumi bu kələmi bax belə 4 yerə xırdalayıram. 4-5 yerə. Onda vinigreti yeyəndə çox rahat olur. İndi isə qırmızı soğanı xırda-xırda doğramaq lazımdır. Vinigreti hazırlayanda yeganə qırmızı soğandır və cəfəridir ki, bunları çox xırda narın doğramaq lazımdır. İstəsəz soğanı yağda qızarda da bilərsiniz. Tərəvəzlər doğranıb hazırdır. İndi isə mən tərəvəzi yekə qabda qarışdıracağam. Doğranmış tərəvəzləri ona görə mən ayrıca qarışdırıram. Xiyar duzludur, kələm duzludur. Mən qarışdırıram ki, duzu düzgün ayarlaya bilim ki, vinigret şor olmasın. İndi mən bunu qarışdırdım. Baxın görün. 1 çay qaşığı duz, 1 çay qaşığı istiot əlavə eləyirəm və soğanla lobyanı və bir daha qarışdırıram. Bu istifadə olunan ərzaqlar üçün mənim zövqümə tamınadır. Bir daha bu cür qarışdırandan sonra dadına baxın, görün. Duzu, istiotu yerindədir ya yox. Və sonra bitki yağını əlavə edirəm. Bax, bu cürlə qarışdırıram. Bizə lazımdır ki, kartof əzilməsin. Və vinigret 3 saat qalandan sonra artıq bu cürlə bir gözəllik alınır. Siz bir dənə bunun rənginə baxın. Siz bir dənə bunun görünüşünə baxın. Daha dadını isə mənim əzizlərim hazırlayın. Dadından doymayacaqsınız. Çox ləzzətli, dadlı vinigretdir. Sizlərə nuş olsun. Dəqiq ölçülər, ləziz tamlar, maraqlı videolar kimin kanalında? Elmira Qadirovanın YouTube kanalında.